Herkese selamlar dostlar. Kanalıma ve videoma hoş geldiniz. Bugün sizlerle yeni bir video çekirik. Belki de bu kontekste, yani bu mövzuda olan videoları başka kanallarda da çok görmüşsünüz. Videomuz neden ibarətdir? Bugün 630 tane falan test işleyecek. Və bu testlər hansı fənlərdən olacaq? Təəssüflər olsun ki, bu fənlərin içərisində riyaziyyata yer verə bilmirəm. Çünki riyaziyyat çox vaxt aparır, yəni bir günə sığışdırmaq olmur. Hansı fənlər? 3-cü qrup olduğum üçün Azərbaycan tarixi ancaq güvənin köhnə nəşridir 2021-dir. Üstündə işləmək, yəni bunda daha əlverişlidir. Ona görə bunu götürdüm. Birincisi Azərbaycan dili, ingilis dili və ədəbiyyat. Hansı fənlərdən nəyi, nə qədər işləyəcəyimi burada qeyd etmişəm. İstəsəz baxa bilərsiniz. Görək bacara biləcəmmi? Onu gəlin başlayaq ki, birinci Azərbaycan tarixindən başlayayım. Deməli dostlar, ədəbiyyatla davam edirəm. İndi orta dövr orta əsrlər işləyirəm ədəbiyyatdan. Sonra da ingilis dilinə keçəcəm. Təbii ki də arada bir saatlıq falan fasilə eləmiş ola bilərəm. Yemək falan yedim çünki həqiqətən bayağı yorulmuşdum, başım ağrıyırdı. İndi davam edirəm.